Biri var idi, biri yox idi. Bir çil toyuq və iki sıçan balası var idi. Onlar bir evdə yaşayırdılar. Bir gün çil toyuq həyəti süpürəndə buğda dəni tapdı. Aparıb sıçan balalarına dedi. Bunlar aparıb kimdən tanıdığını eləyər? Biz yox. Çil toyuq aparıb buğdanı dəyirmanda un eləyib gətirdi və yenə sıçan balalarına dedi. Bunu kim aparıb xəmirdən çörək eləyər? Biz yox. Onlar topu götürüb oynamağa qaçdılar. Çil toyuq gedib qonşudakı dovşan və sincabı köməyə çağırdı. Onlar birləşib ləzzətli kökələr bişirdilər və toyuq dedi. Kim yeyəcək yeməkləri? Sıçan balaları dedilər. Onlar gəlib kökələri yemək istədilər. Toyuq dedi. Çəkin əlinizi, siz pişirməlisiniz. Siz niyə yeyirsiniz? Toyuq gedib qonşuluqdakı ona kömək edən dovşan və sincabı çağırdı. Onlar ləzzətlə kökələri yedilər. Toyuq sıçanlara dedi. Siz nə bilirsiniz? İşləməyən dişləməz. Bəs bilmirdiniz ki, atalar deyir? Siz bilmirdiniz, atalar deyir elə. İşləməyən dişləməz. Aferin.